Bilirsiniz necədir? 80 manat da azdır onlara, 500 manat da azdır, 1000 manat da azdır. Məsələ onun miqdarında deyil. Məsələ yanaşma söhbətidir. Bax məsələn bir qazi var, Hacı Vəliyev. O hal-hazırda həbsdədir. Bax adam niyə görə həbs olub? Ətrafına qaziləri yığmışdı, digər qazilər üçün, şəhid ailələri üçün işlər görürdülər. Öz haqqları uğrunda mübarizə aparırdılar. 2022-ci ildə, 2021-ci ildə baş vermiş hadisələri təzədən qaldırıb onu həbs ediblər. Düzdür. Mən demirəm ki, o hadisə olub və yaxud olmayıb. Hacı Vəliyev dostumuzdur, qardaşımızdır. Allah onun tezliklə qapısını açsın. Mənim dərdim budur ki, onunla bağlı. Niyə hakimiyyət, niyə polis, niyə məhkəmə 3 il gözləyib onu həbs eləmək üçün? Burada artıq məsələnin siyasi olduğu ortadadır. Eləmişdimi bu adam 2022-ci ildə məsələn nəyisə hadisəni? Dərhal ona uyğun bir tədbir görülməli idi. Amma bunu yığıb, rəfin üstünə qoyub, lazım olanda istifadə edərək fikri qətiyyən dövlətçi fikir deyil. Və dövlətdə dövlətçiliyə, dövlət məmuruna yaraşmır. Bu dövlətçi fikir olmasa da bəlkə, amma sizcə gec gələn ədalət belə ədalət deyil? Xeyr, gecikmiş ədalət deyil mənə. Qətiyyən. Mənim həyatım gedəcək, mənim gəncliyim gedəcək, mənim o ən yaxşı vaxtlarım gedəcək. Ailəm illərlə mənsiz qalacaq. Sonda ədalət bərpa olacaq. Bu ədalət deyil artıq. Buna ilahi ədalət deyə bilərik. Deyə bilərik ki, qismət idi, qədər idi, gəldi məni tutdu. Amma dövlətdə və dövlətçilikdə gecikmiş ədalət deyilən anlayış mən qəbul eləmirəm.